Əziz izləyicilər, hər birinizi kanalımda xoş gördüm. Bugün mən sizə powerbank, yəni hurda olmuş powerbankın həyata qaytaracağım. Powerbankımızın 101 mini, yəni şarj bir yuvası yerindən qopub. Powerbankımız Aspor modeldir. Yəni Aspor şirkətinə məxsusdur. Model A373'dür. 6000 mAh saat bataryası var. Giriş gücü 5 volt 2 amper. Çıxış gücü isə 5 volt 2.4 amperdir. Onda 4 amperdir. İndi mənə lazım olan bunun platasıdır. Yəni batareyanı yoxlamışam. Batareya işlək vəziyyətdədir. Ancaq bizə yəni görünüş cəhətdən yox, bizim işimizə lazım olacağı kimi bizə powerbank lazımdır. Məndə 101 mini olmadığı üçün mən ona elektron qəlyanlardan çıxan bu plata dövrəsini, yəni şarj yuvasını lehimləyəcəm. Bunun üçün mənə bir ədəd powerbank lazımdır. Bir ədəd şarj yuvası. İndi bunu xaricdən də eləyə bilərəm mən. Yəni naqillə çölə çıxardıb, naqillə də lehimləyə bilərəm. Bir də ki, bizə kley lazım olacaq. Kleyini də göstərirəm. Siz bunu hər hansı bir marketdən rahatlıqla tapa bilərsiniz. Budur. Anabala kleysi gedir adı. Ancaq İran kleysi də deyə bilərsiniz. Yəni hər hansı bir marketə yaxınlaşıb İran kleysi desəz və yaxud anabala kleysi isə kleyini göstərəcəklər. İndi isə mən platanı dövrədən ayırım. Platanın üzərində iş gedəndə mən sizə video çəkib göstərəcəm. Əziz izləyicilərim, indi mən bunu platadan ayırıram. Bunun üçün platanı çəkirəm özümə sarı. Burada batareyanın akkumulyatorun bağlı olduğu naqillər görürəm. Mən bunu lehim aləti ilə, lehim qələmi ilə çıxardıram. Gördüyünüz kimi çıxdı. Bundan sonra şarj yuvasına baxıram. Şarj yuvası əvvəl təmir olunub. İndi isə mən bunu bu şəkildə olacaq şəkildə, yəni plus yuxarıda olacaq şəkildə lehimləyəcəm. Baxın. Ya bu şəkildə edəcəm, ya da ki naqil vasitəsilə uzadıb çöldən xaricdən şarj etməyə çalışacağım. İndi isə mən bunu şarj yerinə lehimləyirəm. Dövrəyə lehimləyirəm. Qeyd edim ki, videonun ya sol hissəsində və ya sağ hissəsində sizə 101 mini haqqında giriş pin outları göstərəcəm ki, hansı ayaq plus, hansı ayaq minus. Bunu lehimlədim, bunu buraya lehimləyə bilmədim. Yəni bunu belə lehimləsəm korpusa otura bilməyəcək, korpusdan çox pis görsənəcək. Yenə də belə olmağı daha yaxşıdır. İndi mən bunu edək. Batareyanı lehimləyirəm. Bura lehimlədikdən sonra bunu da lehimləyirəm. Ondan sonra bir dəfə gördüyünüz kimi artıq işıqlar yanır. Dalğalanma var. Biraz dalğalanma var. İndi isə mən bunu yoxlayacağım ki, gərginlik gedir və yaxud getmir. Yəni powerbank zayetka yığır yoxsa yığmır deyə. Bunu buraya keçirdirəm. Keçirdikdən sonra yoxlayıram.
Bir adet adaptör gətirim yoxlayım. Adaptorumu gətirdim. Adaptorumu 18.5 wattdır. İndi isə bunu buraya taxıram. Eləyim ki, sizə görəsiniz. Gördüyünüz kimi ışıqlar yandı. Bu bizim powerbank təmiri videomuz olacaq. Bundan sonraki video 2 ədəd mono səs gücləndiriciden necə stereo səs əldə etmək olar, necə stereo səs gücləndirici etmək olar, düzəltmək olar. O video haqqında bəhs edəcəm, düzəldəcəm. Yəni bu qədər artıq hazırdır. Mən sizə bunu belə təmir videosu kimi, daha doğrusu təmir üçün video çəkildi. Şey üçün, bilgiləndirmək üçün və yaxud nəsə öyrənmək üçün çəkilmədi. Ancaq videomda öyrədici şeylər olacaq. Çünki videoda belə deyək, 100.000 mininin plus, minus pinootlarını tapa biləcəksiniz. Oldu əziz izləyicilərim. Əgər videosun əziz izləyicilərim, deməli 18.5 wattlıq adaptördir. Yəni output 5 volt 3 amper. Yəni bu powerbankı doldura biləcək gücdədir. Gördüyünüz kimi bu da Xiaomi şirkətinə aiddir bu adaptör. Adaptörümüzü taxırıq. Giriş gücümüzü taxırıq. Adaptörümüzü taxdıqdan sonra giriş gücümüzü taxırıq. 5 voltumuzu düzəltdiyimiz dövrədən, yəni giriş yuvasından veririk. Verdikdən sonra görürsünüz, powerbank artıq enerji yığır. Bu müsbət haldır, çünki həm bilirik ki, həm akkumulyator işləyir, həm platada bir zədə yoxdur, yəni qısa qapanma yoxdur. İndi mən powerbank enerji yığığa dursun. Mən burada məzunu hazırlayım. Çünki belə deyək, platanın bu korpusa rahat bağlansın deyə də, yəni çıxıb düşməsin. Bizə çox az miqdarda kley lazımdır. Bildirim ki, bunun biri kleydir, biri də ki dondurucudur. Yəni ağ dondurucudur. Nə qədər çox töksəz, o qədər tez quruyacaq. Bunun üçün mən ağı bol eləyirəm. Bildirim ki, bir daha bu elə də bahalı kley deyil, amma çox əhəmiyyətlidir, çox güclü kleydir. Əslində onu deyim sizə. İndi bunu qarışdırırıq. Bunu bura kleylədikdən sonra, kleyi qatışdırdıqdan sonra platanı yüngül çəkirik. Yapışan yerə, yəni yuvaya biraz kley vururuq. Siz bunu eləyəndə birinci yoxlayın ki, enerji yığır, ondan sonra vurun kleyini. Çünki yoxlamarsınız işləməyin və yaxud işləməməyin, ondan sonra artıq gec olar.
Bura bunu vurduqdan sonra platanı yerinə yerləşdiririk. Platanı yerinə yerləşdirdikdən sonra tinlərə, yəni künclərə biraz bu kleydən vururuq. Bunu bura qoyaq. Gördüyünüz kimi artıq kley quruyur. Biraz cəld olmaq lazımdır. Cəld olmaq lazımdır ki, kley qurumasın. Bunu bura yaxırıq. Kamera fokuslasa əla olar. Aha, fokusladı. Bunu buraya vurduqdan sonra indi sağ küncə keçirəm. Sağ küncə indi bir dəqiqə göstərim sizə. İndi sağ küncə vururam kleyini. Kleyini vurdum, əziz izləyicilər. Artıq bizim bu kley quruyacaq. Yəni kley artıq quruyacaq, yox, kley qurudu artıq. Çünki mən bunun ağ kleyini bol elədim deyə. İndi isə artıq qıraqda qalan, yəni əlimizlə təmizləyirik. Yenə bildirirəm, mən bunu çöl üçün və yaxud belə deyək, göstəriş üçün düzəltmirəm mən bunu. Mən bunu öz işlərimdə, yəni elektronika dövrələrimdə bir əlavə güc qaynağı kimi mən bunu düzəldirəm. Bu qədər əziz izləyicilər. Yəni videomuzun sonuna gəldik, çatdıq. Sizin üçün bir daha da göstərim. Powerbankımızın işığı yanır, enerji yığır. Yəni bu qədər. Əgər video sizin xoşunuza gəldisə, bəyənib abunə olmağı unutmayın. Oldu, çox sağ olun əziz izləyicilərim.